Deməli, dərsimiz silişim birləşmələri idi. Dedik ki, silişim həm sərbəst, həm birləşmə şəkildə tapılır. Dördüncü dövrün əsas yarım qrup elementidir. Əsas birləşmələrin dedik ki, deməli, silişim 4 oksid, yəni qumdur, gildir, kovalent mineraldır. Laboratoriyada alınması üçün silişim 4 oksidin maqneziumla reaksiyasını aparırıq. Silişim üstə gərək maqnezium oksid. Sənayedə alınması üçün isə silişim 4 oksid üstə gərək karbon. Yəni qeyri-metallar gördüksə, silişim 4 oksidin, yəni qum təbiətdə olan birləşmənin üzərinə gəlib aparırıq da. Qeyri-metallar gördüksə, təbiətdə olan, məsəl üçün qeyri-metal karbon görürəmsə, onu sənaye üsuluna gedirəm. Çünki təbiətdə olan bir şeylərdən istifadə etməliyəm. Amma maqnezium təbiətdə sərbəst şəkildə yoxdur və ya alüminium üzərinə gəlir alüminium. Soruşsa ki, bu laboratorda yoxsa sənaye? Alüminium. Məsəl üçün, bu laboratoriyada yoxsa sənaye, onda təbii ki, laboratoriya üsulu deyəcək. Niyə? Çünki alüminium axı sərbəst şəkildə mövcud deyil. Deyə bilərsən ki, bu araq alüminium yatırlar. O oksid şəklindədir. Onun üzərində nazik oksid plokası var. Sərbəst şəkildə alüminiumu almaq üçün keçəndə gələndə görəcək üzərinə alüminium civə duzlarından üstünü sürtürlər. Amalqalama deyirlər. Onun üzərini civə duzlarından sürtüb üzərinə oksid təbəqəsini dağıdırlar, sonra o reaksiyalar aparırlar. Yəni onun üçün də laboratoriya üsulu lazımdır. Yəni harda belə metaldan silişim 4 oksidin reaksiyasını görsəz, bu laboratoriya üsuludur. Sənayedə təbiətdə olan bir şeylərdən istifadə edirik, alırıq. İki şəkil dəyişməsi var. Kristallik amorf, kristallik çətinləyən tünd qonlu rəngli maddədir, almaza oxşuyur, yarım keçiricidir. Cüzi yarım keçirib. Bir də ən əsas yadımızda nə idi qaldı? Çünki situasiya sual kimi düşə bilər. Fotoelementlərdir. Günəş enerjisini işıq enerjisinə çevirən fotoelementlərdə istifadə olunur. Günəş enerjisini götürür, onun 10%-ni elektrik enerjisinə çevirmə gücü var. Qeyri-metal kimi flordan adi şəraitdə reaksiyaya girir, amma digər halogenlərdən də reaksiyaya girir. Karbon girmir, amma silişim girir. Həm xlordan, həm flordan, həm bromdan, həm yoddan reaksiyaya girir. Silişim X4. Silişim X4 tipli birləşmə əmələ gətirir. Yəni, silişim xlor4, silişim brom4, yod4 tipli birləşmə əmələ gətirir. Əlavə olaraq kütlən reaksiyaya girə bilər. Bu zaman silişim S2 2 valentlidir. Burada silişim minimum göstərir. Çünki onun elektromənfi silişimdən azdır, minimum göstərəcək. Eləcə də karbonla silişim karbid. Buna karborund da deyirlər, silişim karbidə. Kristallik qəfəs quruluşuna malik olan maddədir. Almaza oxşayır. Ondan yonucu cilalayıcı alətlərin hazırlanmasında istifadə olunur. Sonra silişim birbaşa hidrogenlə reaksiyaya girmir. Onun hidrogenli birləşməsini almaq üçün birinci silisitləri alırlar. Sonra onu H-xlordan və ya sudan reaksiyasına aparırlar. Məsəl üçün, maqnezium üstə gərək silisium alınacaq maqnezium silisit. Metallardan birləşmələrdə də minimum valentlik və minimum oksidləşmə dərəcəsi göstərir. Silisium onsuz da maksimumda müsbət 4-dür, minimumda maksimum müsbət 4, minimum mənfi 4. Valenti isə minimumda, maksimumda 4-ə bərabərdir. Çünki 4-cü qrup elementidir. Maksimum qrupun nömrəsi olur, minimum 8 çıx qrupun nömrəsi yenə də 4-ə gəlib çıxır. Burada 4 valentlidir, maqneziumda 2 valentlidir. Ona görə birləşmə bu şəkildə alınır. Ancaq elektromənfiliyini fərqinə əsasən müəyyən edirlər də. Məsələn, burada silisium karbiddə silisium müsbət 4, karbon mənfi 4. Baxmayaraq ki, eyni qrupun elementidir. Karbon silisiumdan yuxarıda yerləşdiyinə görə yuxarıdan aşağı getdikcə elektromənfilik azalır. Karbon elektromənfilik silisiumdan çoxdur, onun elektronlarını qəbul edir. Metalik birləşmələrdə isə həmişə belə olur ki, metallar elektronlarını qeyri-metallara verir və burada da maqnezium müsbət 2, silisium isə mənfi 4 olacaq. Təzədən alınan bu silisidin, maqnezium silisidin H-xlordan reaksiyasından alınacaq maqnezium xlorid üstə gərək silisium H4 və ya maqnezium silisidin H2O ilə reaksiyasından maqnezium hidroksid üstə gərək silisium H4, yəni silan bu formada alınır. Silan rəngsiz, pisiyli, zəhərli bir maddədir. Havada öz-özünə alışıb yanır və silisium H4, yəni silanın yanmasından silisium 4 oksid üstə gərək H2O yaranacaq. Yeganə bir turşudur ki, H-flordan reaksiyaya girir. Silisium, bu zaman silisium flor 4 üstə gərək H2 əmələ gəlir. Minimum şəkildə götürsək H-florun mol miqdarını silisium florda əksər birləşmələrdə, reaksiyalarda ki, bizdən soruşurlar məsələ həllərində minimum götürülür.
Amma bəzən isə maksimum şəkildə, yəni H-fluorun mol miqdarını mən çox götürsəm, bu zaman H2 silisium fluor 6, yəni belə bir birləşmə əmələ gələcək plus H2. Yeganə elə silisium qeyri-metaldır ki, qələbələrlə də reaksiya girir. Bu zaman qələbələrin suda məhluluna reaksiya girəndə natrium silikat üstə gələk hidrogen alınacaq. Mən belə bir şey demişdim. Ən çox düşən reaksiyalarda indiyə qədər yəqin ki, testlərdə də müşahidə etmisiniz. Burada deməli sink, AlBe silisium. Yəni bax belə bir sink, alüminium, berium, silisium ki, onların qələbələrlə reaksiyası istənilir. Hər biri öz valentin yarısı qədər ayrılır. Ümumiyyətlə hər metal istəyir natrium OH-dən olsun, reaksiyaya girən amfoter metallar istəyir amfoter metal olmasın, digərləri olsun ki, turşulardan reaksiyaya girir. Hər bir metal öz valentin yarısı qədər hidrogen ayırır. Silisiumda həm H-fluordan reaksiyaya girəndə, həm deməli natrium OH-ın suda məhluluna reaksiyaya girəndə öz valentin yarısı qədər, yəni onun da valenti 4 olduğuna görə valentin yarısı qədər, yəni 2 mol hidrogen ayıracaq. Silisiumdan metallurgiyada istifadə olunur. Yüksək istiliyə, turşuya davamlı silisiumlu poladlar hazırlanır. Silisium həmin o polada turşuya davamlılıq verir. Deməli, yalnız əridilmiş metallarda həll olaraq tetraedrik qrup əmələ gətirir. Onun içərisində silisitlər yaranır və bu da onun dediyim kimi turşuya qarşı davamlılıq verir. Silisiumun oksidi, silisium 4 oksiddir. Yeganə oksidi var, silisium 4 oksid. Silisium oksid var. Bundan heç bir dəfə adı çəkilir ki, duz əmələ gətirməyəndə. Bundan danışırıq. Yəni, karbonda CO var, dəm qazı CO2 var. CO-dan danışırıq. Laboratoriya alma üsulunu deyirik. Hətta natrium OH-la reaksiyasını deyirik ki, qarışqa turşusunu natrium duzu almış. Ancaq silisium 4 oksid, silisium o da deyilmir. Ancaq silisium 4 oksiddən danışılır. Deməli, silisium 4 oksid harda var? Bitkilərin budağında, gövdələrində. Bax, harda ki, qalın bir şey görürsünüz, örtük orada. Budaqdır, gövdədir, heyvanların mühafizə örtükləri var. Məsəl üçün, deyək ki, balığın pulcuğu, tısbağanın çanağıdır, bax, bunlardadır, möhkəmlik verir. Sonra qoyunun yunudur, onların tərkibində var. Kəpənəkli quşlardır, bunların qanadlarında var. Yunun möhkəmliyi onunla əlaqəlidir. Qamış bitkisi var, onun möhkəmliyi, bax, silisium 4 oksidin olmasına əlaqədardır. Tərkibində silisium 4 oksid. Silisium 4 oksid, silisium O2 N şəklində göstərilir. Silisium təbiətdə sərbəst və birləşmə halında mövcuddur. Deməli, qum əsas tərkib hissəsidir. Bəzən rast gəlirik ki, qum bəzi yerlərdə sarı rəng olur, bəzi yerlərdə boz rəng olur. Bəs əsas tərkib hissəsi silisium 4 oksiddir. Biz də silisium 4 oksidin deyirik ki, rəngi şəffafdır. Necə olur ki, bəzi yerdə qumun rənginə baxırsan boz rəngdədir, bəzi yerə baxırsan qumun rənginə baxırsan sarı rəngdədir. Məsələn, səhra qumları var sarı rəngdədir. Bakıda da bəzi çimərliklərdə var sarı rəngdədir. Çox yerdə baxırsan boz rəngdədir. Bəs axı silisium 4 oksid şəffafdır. Və necə olur ki, o qumun rəngi fərqli olur? Bunun tərkibində başqa oksidlərin olmağı ilə əlaqədardır. Məsəl üçün, sarı rəngli qumun bu sarı rəngin olmağının səbəbi onun içərisində dəmir oksidlərinin olmağıdır. Yəni, tərkibində başqa oksidlərin olmağı ilə əlaqədardır. Dəmir oksidlər quma məsələn sarı rəng verir. Özləri saf kristallar rəngsizdir. Təbiətdə onun müxtəlif növ formaları var. Yaşma, ametist, opal, dağ billuru şəklində mövcuddur. Yəni, yazsaq mineral şəklində görəcəyik. Ondan hətta muncuqlar hazırlanır. Müxtəlif informasiyalar var. Məsəl üçün, deyirlər ki, bunu bu daşdan hazırlanmış bilərliyi taxanda uğur gətirir. Nə bilim, bunu hazırlayanda hərənin bürcünə uyğun daşlardan bilərciklər, setlər hazırlanır. Onları informasiyada da verirlər, hər hansı bir informasiyada ona ilə onlar verirlər. Amma ki, yəni bunların da əsas tərkib hissəsi silisium 4 oksiddir. Fərqli oksidlərin olmağı fərqli rəng verir və fərqli də birləşmələr alınır. Kristal quruluşu da fərqli olur. Silisium 4 oksid qarışıq şəkildə qranitdə var. Opal mineral şəklində var. Silisium 4 oksid NH2O, buna silikogen də deyirlər. Modifikasiyalarda, yəni müxtəlif formaları var. İçərisində oksidlər olmaqla müxtəlif minerallar əmələ gəlir. Silisiumu karbon 4 oksid kimi silisium 4 oksidi bu cür formada göstərə bilmərik. Silisium bu cür formada göstərir. Harda
əsasən testlərdə düşür. Həm hidroksidi H2 silicium OH bu şəkildə göstərilir. Onun yanında OH olur hətta burada. İndi mən oksid deyirəm deyə bu formada yazıram. Harada gördüksə bu formada bilirik ki, ortadakı siliciumdur mütləq. Burada ortadakı silicium olacaq. Çünki testlərdə düşür. Mütləq testlərdə düşür. Belə qoyur ki, ortaya X qoyur. Bu hansı metal, qeyri-metaldır? Onun haqqında verilənlərdən informasiya hansı doğrudur? Silicium qeyri-molekulyar quruluşlu, atom quruluşlu maddədir. Biz bilirik ki, kristal qəfəsin tipləri var. Hansılar idi? İon, metal, atom, molekul və harda cips edici, açar söz kimi karbondur, sonra bordur, qırmızı qara fosfordur, sonra plastik kükürdür, fosfordur, qırmızı qara fosfordur deyib, silicium və onların birləşmələri. Ondan sonra silicium 4 oksid turşu oksid düz əmələ gətirən oksid hesab olunur. Ona uyğun turşu silikat turşusudur. Turşu oksidi kimi nələrdən reaksiya girə bilər? Ümumi kimya xassələrindən danışım. Oksidlərdən reaksiya girə bilər, natrium silikat əmələ gələ bilər. Eyni zamanda turşulardan reaksiya girə bilər. Məsəl üçün götürüb bu dəfə kalium hidroksid yazaq. Bu zaman kalium silikat üstə gələk su yaranacaq. Ondan sonra deməli oksigenlə özü reaksiyaya girmir. Çünki maksimal şəkildə artıq bu oksiddə 4 valentli, 5 valentli oksid əmələ gəlməli deyil ki, verilsə ki, oksigenlə girmir, ona uyğun informasiyaları yazırıq. Yəni deməli, oksigenlə reaksiya girmir. Sonra su ilə reaksiya girmir. Xüsusi kimyəvi xassəsi kimi deyə bilərik ki, əslində deyirik turşu oksidi turşu ilə reaksiya girməz, amma bu reaksiya gedir. Bu reaksiyadan alınır silisium fluor 4 üstə gələk H2O. Bu reaksiyadan harada istifadə olunur? Şüşənin aşılanması. Şüşə üzərində müxtəlif naxışlar qoyulur, yazılar yazılır. Şüşə qabın üzərində. Şüşə qabın içərisində müxtəlif naxışlar yazılır. Nəysə qoymaq üçün. Bax, onda bu reaksiyadan istifadə edilir. Şüşənin üzərinə hər hansı bir naxış qoymaq üçün. Ona görə H fluor digər turşuları şüşə qabda saxlamaq olur. Amma fluorid turşusu şüşə qabda yox, əksinə plastik qabda saxlanılır. Bu informasiyanı əlaqələndirib deyirəm, çünki testə düşə bilər. Məsələn, düşə bilər ki, şüşə qabda saxlanıla bilməyən, şüşə qabda saxlanıla bilməyən, plastik qabda saxlanıla bilən bu turşu hansıdır? Hansıdır? Təbii ki, fluorid turşusu. Onu biz şüşə qabda saxlaya bilmərik, çünki şüşənin özündən reaksiya girir. Üzərində naxış qoymaq üçün istifadə olunur. Şüşənin əsas tərkib hissəsi silicium 4 oksiddir ona görə. Sonra silicium 4 oksiddən harada istifadə elədik? Karbonla reaksiyasında siliciumun alınmasında istifadə etdik. Amma karbonun miqdarı çox götürülsə, eyni maddədir, eyni reaksiyada karbon miqdarını çox götürsə, silicium karbid üstə gələk CO yaranacaq. Eyni zamanda maqneziumla reaksiyasında da silicium 4 oksidini istifadə edilir. Bu zaman laboratoriya alınmasında karbon üstə gələk silicium, burada üstə gələk maqnezium oksid yaranacaq. Sonra deməli, bu sıradan silicium 4 oksiddir, P2O5-dir, SO2-dir, NO2-dir, bir də sonda karbon qazıdır. Bax, bu sırada hər bir oksid digərini özünün duzundan sıxışdırıb çıxarda bilər. Məsələn, silicium 4 oksid digər turşu oksidlərini ona uyğun duzların içərisində ki, bunlar hansı turşunun anhidrididir, onun içərisindən sıxışdırıb çıxarda bilər. Məsəl üçün, silicium 4 oksid üstə gələk kalsium karbonat reaksiya girəcək. Çünki əvvəldəkilər daha bərkdir. Uçucu olanları sıxışdırıb çıxardır. Silicium 4 oksid bunun içərisindən karbon qazını sıxışdırıb çıxardacaq. Bu zaman kalsium silikat üstə gələk karbon qazı yaranacaq. Eyni zamanda silicium 4 oksid üstə gələk kalsium ortofosfat yazsaq, biz bilirik ki, burada PO4, P2O5-in yaranan turşudur. Yəni P2O5 onun anhidrididir. Bu zaman belə bir turşu əmələ gələcək. Kalsium silikat üstə gələk P2O5 yaranacaq. Yəni reaksiyanı əksinə götürsək, bu reaksiya getməyəcək. Sonra siliciumun havada kütləsi dəyişmir, çünki o reaksiyaya girmir, nəmiz adı çəkmir özünə. Deməli, digər oksidlərdən fərqləndirən xüsusiyyət onun kristal quruluşunun fərqli olmağıdır. Eyni zamanda da atom kristal qəfəsi əmələ gətirir. Eyni zamanda H fluor turşusundan, yəni fluor turşusundan reaksiya girməkdir ki, onu digər turşulardan fərqləndirir. Sonra nə deyə bilərik? Buna uyğun turşu metasilikat turşusudur. H2 silicium OH. Bax, metasilikat turşusu indiki dərsimiz adı metasilikat turşusudur. Metasilikat turşusu
H2 silisium O3 n dəfə göstərilir. Yəni bunu da biz turşular kimi götürüb, məsəl üçün sulfat turşusunu quruluşunu bu şəkildə göstərib yaza bilirəm. Molekulyar quruluşu olduğuna görə bu atomlar quruluşudur, silisiumun birləşməsi. Mən onu götürüb belə göstərə bilmərəm. OH, məsəl üçün oksigen, bura götürürəm OH, oksigen, təzədən silisium, parə OH, yaşavı OH, oksigen. Yəni bu formada davam edir. Yenə də deyirəm, quruluşu bu formada verib ortaya X qoysaydısa ki, bu hansı elementdir, onu necə göstərə bilərik? Yəni yadımızdan çıxmasın ki, yeganə bu element silisium elementidir ki, onun oksidi də turşusu da bu cür formada göstərilir. Hətta çox zəif turşu olduğuna görə onu N-mol silisium O2 və N-mol su kimi göstərə bilərik. Digər turşular onu sıxışdırıb çıxardır. Alınması üsulu da odur ki, ən zəif turşu olduğuna görə, məsəl üçün, onun duzunu götürürük natrium silikat, onun H-xlordan reaksiyasından natrium xlor, üstə gələk H2 silisium O3 alınır. Mütləq bunu qəbulda da orada yazanda da bunu ayırıb göstərməliyik. Su ilə silisium 4 oksidin qarışıq kimi bunu göstərmək olar. Suda həll olmur. Suda həlməşə şəkildə kolloid məhlul əmələ gətirir. Suda həll olmadığına görə məhlulda H iyonu vermir. Ona görə lakmusa təsir etmir. Soruşsalar ki, hansı turşu lakmusa təsir etmir? Silikat turşusu. Hansı turşu lakmusun rəngini çəhrayı edir? Karbonat turşusu. Qalanları isə lakmusun rəngini qızardır. Silikat turşusu natrium OH-dan reaksiyaya girə bilər. Natrium oksiddən reaksiyaya girə bilər. Digər turşular necə girir? Bu da elə ümumi xassələridir. Məsələn, götürürəm silikat turşusu. Üzərinə gəlirəm natrium OH bu zaman nə alınacaq? Uyğun turşunun duzu natrium silikat yəni və su əmələ gələcək. Sonra oksidlərdən yaza bilirəm. Natrium oksiddən natrium silikat üstə gələ H2. Kalsium oksiddən məsələn yaza bilirəm. Kalsium silikat üstə gələ H2. Digər reaksiyalar ümumi kimya xassələrindədir. Onlar digərlərində necə olur? Bunlarda da o reaksiya davam edir. Xüsusi xassə deyil. Sonra yüksək məsaməli quruluşa malik olduğuna görə bu silikagerdən absorbent kimi istifadə olunur. Silikat duzları metasilikatlar adlanır. Bax, bunların duzları. Bunlardan bir dənə natrium silikatdır, çox istifadə olunan və kalium silikatdır ki, bunlar suda həll olur. Bunlara şüşə, maye şüşə, həll olan şüşə, hətta silikat yapışqanı deyilir. Silikat yapışqanı kimi rast gələ bilərik? Həll olan şüşə, maye şüşə bu şəkildə rast gələ bilərik. Bu duzlar hidroliz eləyəndə qələvi mühit əmələ gətirir. Yanmayan parçaların görürük də qələvi hissəsi düzüldür. Bundan yanmayan parçaların, taxta məmulatların, kağızların hazırlanmasında, sonra maye şüşədən hazırlanmasında istifadə olunur. Silikat yapışqanı kimi turşuya davamlı betonların hazırlanmasında ki, ora turşu töküləndə reaksiya getmir, turşuya davamlı betonların hazırlanmasında istifadə edilir. Bu da maddələrə su keçirməmək xassəsi verir. Maddələrə su keçirməmək xassəsi verir. Bəzi taxta materialların ki, ev və pollara istifadə edirik, şişmir. Bir görsən, su tökülsə də şişmir. Bax, ona silikat yapışqanından istifadə olunur. Silikat yapışqanı kimi istifadə olunur. Deməli, təbii şəraitdə ortoklazın karbon qazı ilə suyun təsirindən gil əmələ gəlir. Gil, qum yataqları əmələ gətirir. Bitki, heyvan qalıqlarının biokimyəvi parçalanması zamanı torpaq əmələ gəlir. Bax, bitki, heyvan qalıqları da parçalanır. Gil də parçalanır. Yavaş-yavaş torpaq əmələ gəlir. Deməli, suxurların tərkibində, bax buna ortoklaz deyirlər. Kalium oksid, alüminium oksid və 6 silisium oksid. Yəni, bax, belə bir birləşmə olur. Buna ortoklaz deyirlər. Havadan karbon qazını və suyu özünə çəkərək gil əmələ gətirir. Gil yəqin ki, satışda da var, görmüsən, dəftər kitab yerində də satırlar. Gildən müxtəlif əşyalar düzəltmək mümkündür. Məsələn, alıb cürbəcür fiqurlar düzəldə bilərik. Yəni, bax, belə bir gil əmələ gəlir. Sonra əlavə olaraq nə qədər silisium qaldı? 6-da ikisi burada daxil oldu. 4 mol silisium 4 oksid qalır, silisium O2 və kalium karbonat yaranacaq. Çünki burada karbon qazı, burada kalium oksid və kalium karbonat yaranacaq. Bax, bu gildir. Deməli, gil, qum yataqları əmələ gətirir. Bitki, heyvan qalıqlarla bir yerdə qarışıq, dediyim kimi torpaq yaranır. Silikat sənayesi, şüşə, siment, keramika, nə bilim, gildən qarışdırılır, müxtəlif keramika məmulatları hazırlanır. Əsas şüşə istehsalıdır. Şüşə amorf maddədir. Qırıldıqda yumşalır, istənilən, deməli, daha doğrusu qızdırıldıqda yumşalır, istənilən formanı vermək mümkün olur şüşəyə.
İndi gəldi ən əsas nəyə bilməliyik? Adi pəncərə şüşəsi, çətin əriyən billur şüşə və şüşəyə rəng verən maddələr. Adi pəncərə şüşəsinin alım formulunu birinci yazıram. Natrium oksid, kalsium oksid və 6 silisium oksid. İndi isə bunun alınmasına bax. Bunun üçün natrium karbonatdan, kalsium karbonatdan, yəni əhəng daşı və silisium 4 oksiddən istifadə edirlər. O zaman belə bir reaksiya gedəcək. Əmələ gələcək natrium oksid, kalsium oksid, 6 silisium oksid, üstə gələ 2 mol karbon qazı əmələ gələcək. Şüşə bir neçə maddədən gördüyümüz kimi ərintisindən ibarətdir. Şüşədən butulka da hazırlana bilər. Yəni əlavə olaraq məsəl üçün sodanın əvəzinə bəzən natrium sulfat və karbon götürülə bilər. Amma testlərdə bu çox düşmür. Testlərdə əsas bizim ümumi formulumuz necə alınır onu bilmək lazımdır. İndi bu komponentlər nə üçün lazımdır? Natrium karbonat şüşənin ərimə temperaturunu aşağı salmaq üçün, silisium 4 oksid şüşənin əsas tərkib hissəsi, kalsium karbonat isə şüşəyə davamlılıq verən bir maddədir. İndi gəldi çətin əriyən şüşə, buna kaliumlu və ya o da davamlı şüşə deyirlər. Eyni şüşəni yazırıq, sadəcə natrium oksidin yerinə kalium oksid götürülür. Yəni kalium oksid, kalsium oksid və 6 silisium oksid. Yəni bu reaksiyanı da aparmaq üçün kalium karbonat, üstə gələk kalsium karbonat, üstə gələk 6 silisium oksid. Bu zaman alınacaq kalium oksid, kalsium oksid, 6 silisium oksid, üstə gələk 2 mol karbon qazı. Və bundan da çətin əriyən şüşənin alınmasına istifadə olunur kaliumlu şüşə. Necə yadımızda saxlayırıq? Çətin əriyən və ya kimyəvi şüşə. Bax, bunu uşaqlar belə yadda saxlayır. Na olanda natural şüşə, yəni bildiyimiz pəncərə şüşəsi, natural. Yəni qalan kalsium oksid, silisium oksid eynidir. Natural şüşə, K görən kimi kimyəvi şüşə. İndi mən kalium oksidə dəymirəm da, kimyəvi şüşə almışam, bərkliyi vermişəm. Niyə təzədən geri qayıdım? Belə bir məsələ var. Atdan düşüb eşeğə minmək. Yəni gün kimi şüşəni bərkitmişəm, möhkəm kimyəvi şüşə almışam. Amma mən burada götürüb kalium oksidə dəymirəm, bərkitmişəm. Onun yerinə kalsium karbonatı götürürəm. Onun yerinə mən plümbium oksidi qoyuram. Kalium oksid, plümbium oksid və 6 silisium oksid. Bu artıq alındı billur şüşə. Yəni eyni reaksiyada aparırıq. Sadəcə plümbium oksid qoyuram. Natural şüşə, natrium oksid, kalsium oksid, silisium oksid, kimyəvi şüşə, kalium oksid, kalsium oksid, silisium oksid, billur şüşə. Yəni kalium oksidə dəymirəm, toxunmuram, kalsium oksidi götürüb yerinə plümbium oksid qoyuram. Reaksiyanın aparılması belədir. Kalium karbonat, üstə gələk plümbium oksid, üstə gələk silisium 4 oksid 6 mol. Bu zaman kalium oksid, plümbium oksid və 6 mol silisium oksid, üstə gələk karbon qazı yaranacaq. Təmiz qumdan qıvaş şüşə alırlar. Adi şüşədən fərqli olaraq qıvaş şüşənin temperaturu dəyişərkən həcmi az dəyişir. Ondan hazırlanmış qabı ağarana qədər, küsələnə qədər soyuq suya atmaq olar. Bu zaman çatlamaz. Yəni ki, qıvaş şüşə çatlamayan materialdan hazırlanır. Əsasən laboratoriyada istifadə olunur onlardan. Hətta ağarana qədər yüksək temperaturda məsələn laboratoriya qabları hazırlanır ki, ağarana qədər sən bunu qızdırırsan, isidirsən, artıq sonra soyuq suya atsan belə o deməli çatlamaz. Tibbdə istifadə olunan qıvaç lampalar var, onun hazırlanmasında adi qıvaç şüşədən istifadə olunur. Ultrabənövşə şüaları yaxşı keçirir. Ultrabənövşə şüaları yaxşı keçirir. Şüşə qızdırıldıqda yumşalır. Belə halda ona müxtəlif formalarını verib, müxtəlif cür şüşələr almaq mümkündür. Şüşəyə kobalt oksid var ki, bu əlavə etdə göy rəng, xrom 2O3 verəndə əlavə yaşıl rəng, mitik oksidi verəndə isə göy yaşıl rəng alınır. Əridilmiş şüşəyə hətta narın rəngdə, narın xırdalanmış qızılı rəngdə, daha doğrusu qızıl əlavə etdikdə qırmızı şüşə alınır. Buna yaqut şüşə deyirlər. Qırmızı rəngdə şüşə alınır. Deməli, narın əzilmiş qızıl əlavə etdikdə. Narın əzilmiş qızıl əlavə etdikdə. Əlavə bir də sement istehsalı qaldı. Portland sement istehsalı necə gedir? Bundan ötürü gil götürülür, əhəng daşı götürülür. Əhəng daşın formulu kalsium karbonatdır. Gilin tərkibi isə alüminium oksid, 2 silisium oksid və 2 H2O. Yəni bunlar birlikdə qızdırılır. Qızdırılan zaman alüminium oksid, yəni silisium oksid H2O, bu gilin əsas tərkib hissəsidir. Bunu qızdıranda alüminium oksid əmələ gəlir. Üstə gələk silisium oksid,
üstəgələk H2O. Yarandı mı bunlar? Təzədən buradan bunu da qızdırırıq, nə alınır? Kalsium oksid üstəgələk karbon qazı. Bu zaman kalsium oksid silisium O2 ilə reaksiyaya girəndə kalsium silikat əmələ gələcək. Bir də kalsium oksid alüminium oksiddən reaksiyaya girəndə kalsium alüminium O2, yəni kalsium metaluminat əmələ gəlir. Deməli, buradan kalsium oksid əvvəlcə alüminium oksiddən, sonra isə silisium oksiddən reaksiyaya girəcək. Kalsium silikat və kalsium metaluminat alınacaq. Kalsium deməli bundan əlavə olaraq bu deməli kalsium karbonatdır. Bir də gildir. Bax, bunları qarışdırılır, yandırılır və bundan belə sement istehsalında istifadə olunur. Bunlara aid necə məsələlər düşə bilər? Məsəl üçün bir nümunə yazım. Məsələn, belə bir sual düşür ki, adi şüşənin bişirilməsinə 3,6 ton silisium 4 oksid sərf olunur. Alınan şüşənin kütləsini hesablamaq lazımdır. Biz bilirik, bir də bizə şüşənin emerini verir. Məsələn, emer şüşə, adi şüşə verir 478. Emer silisium O2 bizə verir. Bu da 60. İndi baxaq görək nə edək. Birinci tonu kiloqrama çevirək. 3,6 ton 3600 kiloqram deməkdir. Bir şüşənin tərkibində isə 6 mol silisium 4 oksid daxildir. 6 vuraq 60 eləcək 360. 360-dan 478 qram əmələ gəlirsə, bəs 3600-dən nə qədər əmələ gələcək? Çünki biz bunu kiloqrama çeviririk. Bu zamanda 4780 kiloqram deməli şüşə əmələ gələcək. Və ya belə bir sual, tərkibində 10% qarışığı olan silisium 4 oksidi götürülür. Deməli 10% qarışığı olan 600 kiloqram silisium 4 oksiddən neçə kiloqram kimyəvi şüşə almaq olur? Təbii ki, bundan da kimyəvi şüşənin əsas tərkib hissəsini verirlər. Kimyəvi şüşənin əsas tərkib hissəsi nədir və bizə onun formulda veriləcək. Kimyəvi şüşənin molekul kütləsi 510-a bərabərdir təqribi. Yəni təqribi deyəndə hesablanır da. Emer kimyəvi şüşə. Yəni kalium oksid, kalsium oksid, 6 silisium O2. Bu 510-a bərabərdir. Bilirik ki, kimyəvi şüşənin də tərkibində 6 mol silisium 4 oksid var. Deyirəm, deməli 6 silisium 4 oksiddən alınacaq deməli şüşə, kimyəvi şüşə 6 silisium 4 oksid, silisium 4 oksidin kütləsi də 60-dır. 6 vuraq 60 eləcək 360. 360-dan 510 alınır. 510 alınır. Birinci biz baxırıq ki, 10% qarışıq varsa, yerdə qalan 90% təmizdir. Yəni 600-ün 90%-ni tapırıq. Nə qədər yazdım? 600 yazmışdım mən burada. Yox deyəsən. Hə, 600 kiloqram silisium 4 oksid. Hə, 10% qarışıq olan 600 kiloqramda. Hə, 600-ün 90%-ni tapıram. Bu eləcək 540. Ondan sonra yazıram ki, 6 vuraq 60. Yəni 360-dan 510 alınırsa, bəs 540-dan nə qədər alınacaq? Onları ixtisar etsəm 9-a, daha doğrusu 90-a. 90-a buradan ixtisar etsəm burada 6 qalır. 90-a yox. İxtisar etsəm burada 4 qalır. Burada 6 qalır. Bunları da hesablasam x-i taparam burada bir dəqiqə. Deməli, onu da hesablasaq yazırıq ki, 510 vuraq 6 bölək 4. Hə, buradan da alınacaq 765. Yəni, məsələlər bu civarda, bu formada düşür. Ona uyğun məsələləri, hesablamaları etmək olar. Silisiumdan, silisium birləşmələrindən bu qədər.